BMW C30'da arka-sapkı yoxlanışını eləyirik. 2020 modeldə 68 mində yürüyüş məsafəsi var. Maşının bütün hər bir şeyini yoxlamışıq. Maşın ideal vəziyyətdədir, yaxşı maşındır. Və 68 min yürüyüş məsafəsində heç bir antifriz sistemində problem yoxdur. Asik sistemində heç bir problem yoxdur. Yəni bu yürüyüş məsafəsinə görə maşın əla vəziyyətdədir. Amma burada bir dənə problem nədir? Baxın qardaş. Klapanları göstərirsiniz, klapan sanikləri. Bu avtomobillərin ən zəif yerləri bir klapan sanikləri problemi olur. Bir də ki, antifriz sisteminə əlaqədar problemlər olur. Bu birinci silindri idi. Üçüncü silindri də göstərirəm. Avtomobil ümumiyyətcə B46 mühərrikdir. B46 mühərriklərində bax, həssas yeri odur. Baxın, klapan saniklərine baxın. Klapanlara baxın. Görürsünüz. Müəyyən bir kilometrdən sonra bu avtomobil artıq klapan saniklərinin yenilənməsi tələb eləyəcək. Yəni qulluq tələb eləyəcək. Görürsünüz. Yəni avtomobil alarkən ümumiyyətlə yoxlatdırın və ümumiyyətlə öz avtomobiliniz belə olsa, B46 mühərrik kimi ki idarə edir, kimi ki avtomobili istəyir C20 olsun, istəyir C30 olsun, istəyir təzə 4-cü seriyalı olsun. Yəni 2016 üzəri bütün 2 motor benzin mühərriklərdə B46, B48 mühərriklər gəlir. Bunların hamısında bu problemlər olur. Yəni mütəmməd olaraq ya öz ustavuza yaxınlaşın, yoxlatdırın və yaxud da ki bizə də yaxınlaşıb belə bu formada yoxlanışdan yararlana bilərsiniz. Əsas məsələ bu avtomobillərdə B46 mühərriklərdə antifriz sistemidir və klapan saniklərdir. Əsas problem budur. Yəni bunlar avtomobillərin N20, N26 olan bütün problemlərin hamısı bu deməli B46 mühərriklərdə düzəldilir. Yəni o problemlər aradan qaldırılır. Sadəcə olaraq ən böyük problem yenə deyirəm, antifriz sisteminə əlaqədar olur, pompadan olur, üç qulaqdan olur, traynikdən olur, pompa korpusundan olur, filtr korpusundan olur və bir də ki burada yağ problemləri olur. Bu problemlərdə inşallah ki yoxlatdırın ki sabahçı günü böyük bir xərcə düşməsiniz. Belə.